Ukrayna tərəfi isə Rusiyaya məxsus hərbi zavod və helikopteri vurub. Moskva vilayətinə indirilən PUA zərbələri nəticəsində ölənlər var. Təfərrüatı məlumatları üçün biz indi Moskvada olan xüsusi müxbirimiz Zakir Musayevə birbaşa bağlantı edirik. Hər vaxtınız xeyir olsun Zakir. Qarşılıqlı hava hücumlarında nə qədər mülki əhali zərər görüb? Hər vaxtınız xeyir Samirə. Bəli, son saatlarda Rusiyanın müxtəlif bölgələri intensiv dron və raket hücumlarına məruz qalıbdır və ən ciddi hadisələrdən biri Moskva vilayətində qeydə alınıbdır. Burada hava hücumundan müdafiə qüvvələri 4 pilotsuz uçuş aparatını vurubdur və elə sizin sualınıza cavab olaraq da qeyd edim ki, Voskresensk şəhərində bir fərdi yaşayış evinə düşən dron yanğına səbəb olubdur. Nəticədə 76 yaşlı qadın və onun 6 yaşlı nəvəsi həlak olubdur. Bundan başqa Kolomna şəhəri ətrafında PUA-lar zərərsizləşdirilibdir, lakin ilkin məlumata görə bir neçə nəfər müxtəlif dərəcəli xəsarət alıbdır və Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə ötən gecə ərzində ümumilikdə 84 pilotsuz uçuş aparatı məhv edilibdir. Ən çox hücumlar isə Belqrad və Bryansk vilayətləri üzərində qeydə alınıbdır və burada ümumilikdə 40-dan çox pilotsuz uçuş aparatı vurulubdur. Bundan əlavə Rusiyaya məxsus Mi-8 tipli hərbi helikopterin Ukrayna tərəfindən idarə olunan dron ilə vurulduğu da təsdiqlənibdir və helikopter ağır zədələnsə də eniş edə bilibdir və ekipaj üzvləri sağ qalıbdır. Ümumiyyətlə, Samirə, ekspertlərin fikrincə bu hücumlar Ukraynanın, Rusiyanın dərinliklərində yerləşən hədəfləri vurmaq gücünü göstərir. Digər tərəfdən isə Rusiya hava hücumundan müdafiə sistemlərinin yüklənməsi də diqqət çəkir və analitiklər hesab edirlər ki, qarşılıqlı zərbələr nəticəsində risk altında qalan ilk növbədə sözsüz ki, mülki əhalidir və son olaraq qeyd edim ki, hazırda rəsmi qurumlar həm Moskva vilayətində, həm də digər bölgələrdə dağıntıların nəticələrini aradan qaldırmağa çalışırlar. Belə Samirə, Rusiya bürosundan bu saatlıq bu qədər. Söz yenidən sizdədir.